The Debate-ə xoş gəlmisiniz. Fərqli fikirlərin mübahisəsi. İki genç sahibkar yeni bir online biznese başlayır. Mən isə tam tərsinə düşünürəm. Onlardan kim haqlıdır? Bu sadece bir startup'ın dilemması değil. Web trendlər, görsel effektlər, yoxsa güclü infrastruktur? Debat etik formada davam etdi mi? İnfrastruktur hər şeyin təməlidir. Sizin argumentləriniz tamamilə məntiqsizdir. Studiyanı kim tərk etdi? Sizcə kim haqlıdır? Bundan sonraki dəqiqələrdə sadəcə dinləyin. The Debate-ə xoş gəlmisiniz. Gəlin belə bir səhnə təsəvvür edək. İki gənc sahibkar yeni bir online biznesə başlayır. Məhdud büdcələri var, amma ambisiyaları, necə deyim, hədsizdir. Onlar ilk investisiyalarını hara qoymalıdırlar? Müştəriləri ilk saniyədən heyran edəcək, süni intellektlə gücləndirilmiş, super sürətli bir veb-sayta, yoxsa heç kimin görmədiyi, amma gələcəkdə milyonlarla istifadəçiyə xidmət edə biləcək möhkəm, etibarlı bir IT infrastrukturuna. Bu, sadəcə bir startup'ın dilemması deyil, elə deyilmi? Bu, 2025-ci ildə demək olar hər bir şirkətin üzləşdiyi fundamental bir sualdır. Bugünkü müzakirəmizin mərkəzində də bax bu dayanır. Şirkətlərin rəqəmsal uğuru ən son web trendlərini mənimsəməkdən asılıdır, yoxsa sarsılmaz IT təməllərinə söykənməkdən? Mən bugün iddia edəcəm ki, müasir rəqabət mühitində o fərqi yaradan məhz qabaqcı texnologiyalardır. Mən isə tam tərsinə düşünürəm. Bütün o parlaq yeniliklərin möhkəm bir bünövrə olmadan sadəcə bir illüziya olduğunu və əsl gücün məhz o görünməyən, fundamental IT xidmətlərində gizləndiyini sübut etməyə çalışacağam. Yaxşı, o zaman gəlin mövqeyimi daha da aydınlaşdırım. Baxın, mənim fikrimcə 2025-ci ilin rəqəmsal bazarında sağ qalmaq üçün sadəcə yaxşı olmaq artıq kifayət deyil. Cəlbedici və fərqli olmaq lazımdır. Və bu fərqi yaradan şey birbaşa istifadəçi təcrübəsidir. Məsələn, süni intellekt. Bu, artıq fantastika filmlərindəki bir şey deyil. Mənbələrdə göstərilir ki, proqramçıların deməli 82% artıq GitHub Copilot kimi AI alətlərindən istifadə edir. Bu nə deməkdir? Bu o deməkdir ki, sizin rəqibləriniz daha sürətli və daha az səhvlə məhsul hazırlayır. Geridə qalmaq istəmirsinizsə, bu alətlər, necə deyim, məcburidir. Digər tərəfdən, qlobal internet trafikinin 61,5% mobil cihazlardan gəlir. Bu reallıq fonunda progressiv web tətbiqlər, yəni PWA'lər ortaya çıxır. Bunlar əslində veb-saytlardır, amma telefonda quraşdırılmış proqramlar kimi işləyir. Yəni, internet olmayanda belə bəzi funksiyalar aktiv qalır, bildirişlər göndərə bilir, AMP. Mənbəydəki bir rəqəm çox vacibdir. İstifadəçilərin 70% deyir ki, web səhifənin yüklənmə sürəti onların alış qərarına birbaşa təsir edir. AMP isə səhifələrin demək olar ki, anında açılmasını təmin edir. Bura blockchain ilə təmin edilən şəffaflığı, Motion UI ilə yaradılan və diqqət müddəti cəmi 8 saniyəyə düşmüş istifadəçini cəlb edən animasiyaları da əlavə edin. Yəni, mənim argumentim odur ki, bu alətlər sadəcə bəzək deyil, onlar birbaşa müştəri məmnuniyyətinə, konversiya, yəni satışa çevrilən həlledici amillərdir. Səsləndirdiyim fikirlər, bəli, kağız üzərində çox cazibəcidir. Amma gəl bir anlıq reallığa qaydaq və o parlaq fasadın arxasında əslində nə baş verdiyinə baxaq. Mənim mövqeyim budur. Möhkəm bir ev tikmək istəyirsənsə, işə divar kağızlarını seçməklə başlamırsan, bünövrəni qoyursan. Rəqəmsal dünyanın bünövrəsi isə fundamental IT xidmətləri və infrastrukturudur. Baxın, mənbələrdə adı çəkilən Azərbaycandakı aparıcı IT şirkətlərinin fəaliyyəti mənim dediklərimin canlı sübutudur. Siyahının başında dayanan Azintelekom nə satır? Gözəl animasiyalar? Xeyr, bulud həlləri və informasiya təhlükəsizliyi. Bescomp Group nə ilə məşğuldur? Sistem inteqrasiyası və məlumat mərkəzi həlləri. Onların uğuru bu təməl xidmətlər üzərində qurulub. Və ya gəlin Paşa Technology-ni götürək. Onlar Uptime İnstitutdan
Tier 3 sertifikatlı məlumat mərkəzi işlədir. Bu nə deməkdir? Sadə dildə desək, bu o deməkdir ki, onların sistemi il ərzində 99,982% işlək vəziyyətdə olur və demək olar heç vaxt dayanmır, çünki hər bir vacib komponentin ehtiyat nüsxəsi var. Bu, etibarlılığın və təhlükəsizliyin, belə deyək, qızıl standartıdır. Bütün bu rəqəmsal dünyanın nəfəs almasını təmin edən Delta Telekomsa Qafqazın aparıcı internet provayderidir və 2004-cü ildən bəri internetin qiymətini 361 dəfə aşağı salıb. Hansısa bir PW tətbiqi bundan daha böyük təsirə malik ola bilərmi? Mənim demək istədiyim odur ki, sənin sadaladığın bütün o trendlər arxasında belə bir güclü və etibarlı infrastruktur dayanmadıqca ilk ciddi yüklənmədə və ya ilk kiber hücumda çöküb yox olmağa məhkumdur. Dayanın bir dəqiqə. Burada bir məqam var ki, məncə nəzərdən qaçırırıq. Siz bu növrədən danışırsınız, mən isə o binanın içində yaşayacaq insanlardan. Sizin bəhs etdiyiniz o Tier 3 sertifikatlı data mərkəzi şübhəsiz ki, vacibdir. Amma son istifadəçi, yəni müştəri bunu görmür. O nəyi görür? Saytın 3 saniyəyə yox, yarım saniyəyə açıldığını, məhsulu səbətə atanda səhifənin donmadığını, animasiyaların axıcı olduğunu. Mənim arqumentim prioritetlər məsələsidir. Həmin o startap nümunəsinə qaydaq. Onların 100 manat pulu var. Onlar bu pulu istifadəçinin heç vaxt görməyəcəyi, amma çox etibarlı olan bir serverə xərcləməlidir. Yoxsa onlara ilk 100 müştərini gətirəcək sürətli və cəlbedici bir interfeysə. Əgər istifadəçi ilk saniyələrdə saytı tərk edirsə, arxadakı infrastrukturun nə qədər güclü olmasının nə mənası qalır? O 70% rəqəmi təsadüfi deyil. Hər 10 müştəridən 7-si yavaş sayta görə alış-verişdən imtina edir. Ön tərəf, yəni istifadəçinin gördüyü hissə sadəcə bəzək deyil. Bu, biznesin giriş qapısıdır. Qapı bağlıdırsa, içəridəki sarayın heç bir əhəmiyyəti yoxdur. Bu giriş qapısı analogiyası maraqlıdır, amma natamamdır. Çünki o qapı nə qədər gözəl olursa olsun, əgər kiçik bir təkanla çərkivədən çıxırsa və ya istənilən oğru onu asanlıqla aça bilirsə, deməli o öz funksiyasını yerinə yetirmir. Sizin prioritet dediyiniz şey əslində qısa müddətli cəlbediciliyi uzun müddətli dayanıqlılıqdan üstün tutmaqdır. Bəli, o gözəl interfeys ilk 100 müştərini gətirə bilər. Bəs sayt populyarlaşanda və eyni anda minlərlə istifadəçi daxil olanda nə baş verəcək? Zəif infrastrukturun üzərində qurulmuş o sayt çökəcək və ya daha pisi bir hacker hücumu nəticəsində bütün o 100 müştərinin məlumatları oğurlanacaq. Azin Telekom və Paşa Technology-nin təmin etdiyi o təhlükəsiz bulut xidmətləri olmasa, o sürətli sayt ya pik saatlarda ilbiz sürətinə enəcək, ya da ilk DDoS hücumu ilə tamamilə iflic olacaq. Azin Telekom və Bestcom qrup kimi sistem integratorlarının qurduğu mürəkkəb IT sistemləri bütün rəqəmsal əməliyyatların onurğa sütunudur. Siz istifadəçinin ilk təəssüratından danışırsınız, mən isə biznesin ümumiyyətlə sabahda mövcud olub-olmamasından danışıram. Prioritet onurğanı qurmaqdır, gözəl bir üz makyaj etmək yox. Yaxşı, gəlin onda innovasiyanın mənbəyindən danışaq. Sizin yanaşmanız bir qədər, necə deyim, mühafizəkar səslənir. Əvvəlcə hər şeyi möhkəmlədək, sonra yenilik edərik. Amma müasir biznes belə işləmir. Həqiqi innovasiya, bazarda qaydaları dəyişən sıçrayışlar, məhz AI və blockchain kimi tətbiqi texnologiyalardan gəlir. Süni intellekt hər bir müştəriyə fərdi məhsul tövsiyələri verərək satışları artırır. Blockchain isə mərkəzləşdirilmiş sistemlərin risklərini aradan qaldıraraq daha şəffaf, daha etibarlı əməliyyatlar yaradır. Hətta mən bir addım da irəli gedərdim. Müasir web trendləri sizin o fundamental dediyiniz infrastrukturaya olan ehtiyacı dəyişdirir. Məsələn, serverless arxitektura kimi texnologiyalar sayəsində artıq bahalı və mürəkkəb serverləri idarə etməyə ehtiyac qalmır. Siz sadəcə funksiyanı yazırsınız və o buludda öz-özünə işləyir. Bu o deməkdir ki, qabaqcıl texnologiyalar nəinki istifadəçi təcrübəsini yaxşılaşdırır, hətta arxa tərəfdəki yükü azaldaraq onu daha səmərəli edir. Mənbədəki Azercell nümunəsinə baxın. Onlar 4G və 5G-ni ilk tətbiq edərək bazarda lider oldular. Gözləmədilər ki, bütün ölkədə mükəmməl infrastruktur qurulsun. Onlar innovasiyanı tətbiq etdilər və bununla da rəqabət üstünlüyü qazandılar. Bağışlayın, amma mən bu müqayisəni qətiyyən qəbul etmirəm.
Azercell'in 4G veya 5G'ni tətbiq etməsi bir web dizayn trendi deyil bu. Bu, sizin məntiqinizə zidd olaraq məhz fundamental infrastruktur innovasiyasıdır. 5G özü bir platformadır. Sizin bəhs etdiyiniz bütün o ağıllı tətbiqlərin, AI alqoritmlərinin, yüksək keyfiyyətli axınların işləməsi üçün zəmin yaradan bir təməldir. Siz tətbiqdən danışırsınız, mən isə o tətbiqin işləməsinə imkan verən şəraitdən. Sizin serverless arqumentiniz də maraqlıdır, lakin təhlükəli dərəcədə sadələşdirilmişdir. Bəli, fiziki serverləri idarə etmirsiniz. Amma bu, yeni və daha mürəkkəb problemlər yaradır. Mikroserverlər və serverless funksiyalar onlarla yüzlərlə fərqli nöqtədən ibarət olur. Bu, təhlükəsizliyi baxımından hücum üçün potensial nöqtələrin sayını qat-qat artırır. Monolit bir sistemi qorumaq başqa şeydir, yüzlərlə kiçik, bir-biri ilə danışan komponentdən ibarət bir şəbəkəni qorumaq tamamilə başqa. Bu, sizin fundamental təhlükəsizlik infrastrukturunuza olan ehtiyacı azaltmır, əksinə daha da artırır və mürəkkəbləşdirir. Əsl innovasiya Delta Telekomun vaxtı ilə Azərbaycanda simsiz internetin əsasını qoyması kimi bütün ekosistemi gücləndirən təməl texnologiyalardır. O təməl olmadan sizin innovativ dediyiniz tətbiqlər sadəcə boş bir xəyaldır. Bu dediyinizdə müəyyən həqiqət var, amma gəlin məsələyə biznesin praktiki dəyəri və ölçülə bilən nəticələr nöqteyi nəzərindən baxaq. Günün sonunda hər bir şirkət rəqəmlərlə ölçülən nəticələr əldə etmək istəyir. Mənbədə açıq şəkildə qeyd olunur ki, PWA-lər müştəri məmnuniyyətini və satışı birbaşa artırır. AMP isə daha yüksək konversiya dərəcəsi təmin edir. Yəni, sayta daxil olan 100 nəfərdən 5-i yox, 8-i məhsul alır. Səsli axtarış optimizasiyası isə tamamilə yeni bir müştəri kütləsini sayta cəlb edir. Bunlar hamısı birbaşa mənfəətə çevrilən, konkret rəqəmlərlə maliyyə hesabatında göstərilə bilən nəticələrdir. İnvestor qarşısına çıxanda mənim Tier 3 data mərkəzim var demək başqa şeydir. Tətbiq etdiyim bu texnologiya sayəsində satışlarımız ötən rübdə 15% artdı demək tamamilə başqa. Sizin bəhs etdiyiniz infrastruktur isə o birbaşa gəlir gətirmir. O biznesin balans hesabatında bir xərc maddəsi kimi görünür. Zəruri bir xərc, bəli, amma yenə də xərc. Praktiki biznes dəyəri yaradan isə məhz istifadəçi ilə birbaşa təmasda olan və onun davranışına təsir edən texnologiyalardır. Sizin o xərc maddəsi ifadəniz əslində problemin kökünü göstərir. Bu, təhlükəsizlik və dayanıqlılığa qısa müddətli mənfəət optikasından baxmaqdır. Siz nəticədən danışırsınız, mən isə o nəticənin davamlılığından və mümkünlüyündən. O 15%lik satış artımı nə qədər gözəl səslənsə də, bir kiber hücum nəticəsində şirkətin bütün müştəri bazasının məlumatları oğrulansa və şirkət milyonlarla manat cərimə olunsa, o artımın nə mənası qalacaq? Gəlin mənbədə adı çəkilən digər şirkətlərə baxaq. Intelecom, Smart Systems Technology. Onlar nə təklif edir? Kiber təhlükəsizlik həlləri, məlumat mərkəzi xidmətləri, fiber optik infrastruktur. Bu xidmətlər biznesin fasiləsiz və təhlükəsiz işini təmin edir. İndi deyin görək, hansı daha fundamental biznes dəyəridir? Konversiyanı 1-2% artırmaq, yoxsa biznesin bir gecədə iflas etməsinin qarşısını almaq? Sizin xərc maddəsi adlandırdığınız şey, əslində bütün o gəlirləri və şirkətin reputasiyasını qoruyan bir sığortadır. Bu, xərc deyil, biznesin davamlılığına qoyulan ən vacib investisiyadır. Yüksək konversiyalı bir saytın bir ransomware hücumu ilə günlərlə bağlı qalmasının nə mənası var ki? Müzakirəmiz göstərdi ki, 2025-ci ilin həddindən artıq rəqabətli bazarında fərqlənmək üçün şirkətlər cəsarətli olmalıdır. AI, PWA və AMP kimi istifadəçiyə yönəlmiş texnologiyalar, bunlar sadəcə bir seçim deyil, bazarda pay qazanmaq və birbaşa biznes nəticələri əldə etmək üçün həlledici silahlardır. Bu alətlər olmadan ən güclü infrastruktur belə içində heç kimin yaşamadığı, ziyarətçisi olmayan möhkəm bir qaladan fərqlənmir. Müştərini qapıdan içəri buraxa bilmədikdən sonra divarların qalınlığının heç bir əhəmiyyəti qalmır. Eyni zamanda bu müzakirə bir daha sübut etdi ki, ən qabaqcı tətbiqlər və ən gözəl fasadlar belə zəif bünövrə üzərində qurulduqda dayanıqsızdır və ilk fırtınada uçub gedəcək. Azərbaycanın lider IT şirkətlərinin nümunəsi aydın göstərir ki, güclü infrastruktur,
etibarlı bulut xidmətləri və sarsılmaz təhlükəsizlik rəqəmsal strategiyanın müzakirə mövzusu olan bir hissəsi deyil, onun başlanğıc nöqtəsidir. Gözəl fasad heç vaxt bünövrəni əvəz edə bilməz. Uzun müddətli uğur qazanmaq istəyən hər kəs evini qumun yox, qayanın üzərində tikməlidir. Aydındır ki, bu məsələ ya o ya bu qədər sadə deyil. Bəlkə də əsli sual hansının daha vacib olması deyil, bu iki dünyanı necə düzgün balanslaşdırmaqdır. Çünki müasir istifadəçi həm sürət və innovasiya tələb edir, həm də öz məlumatlarının təhlükəsizliyinə əmin olmaq istəyir. Tamamilə doğrudur. Bəlkə də mübahisəmiz fundamental infrastruktur anlayışının özünün necə dəyişdiyini göstərir. Artıq söhbət sadəcə fiziki serverlərdən və kabellərdən getmir. Müasir fundamental infrastruktur çevik olmalı, innovasiyaları sürətlə tətbiq etməyə imkan verməli, eyni zamanda artan təhlükəsizlik risklərini idarə edə bilməlidir. Təqdim olunan mənbələrdə bu mövzunun dərinliyinə varmaq üçün kifayət qədər material var. Və aydındır ki, uğurlu strategiya bu iki qütbü bir araya gətirməyə bacaran strategiya olacaq.